sadə bir istehsalatın qurulması, 2 dənə dəzgahın bir yerdə qoyulması, bir 100 kvadrat metr ərazidə qoyulub hansısa bir en məhsulunun istehsal edilməsi bir mürəkkəb bir proses deyil. Çində, nə bilim, dünyanın inkişaf eləmiş, Cənubi Şərqi Asiya ölkələrində belə qustar şəkildə, amma müasir dəzgahları qoymaqdır. Baxın, mən keçən verilişlərin birində də dedim bununla bağlı. Bakı şəhərində bütün bu yeni tikililərin altında birinci mərtəbə hamısı market açılır. Aslında orada 1000 kvadrat, 1500 kvadrat metr ərazilər var. Hansında ki, sadə bir texnologiyanın bir... En azından tikiş fabriki qurmaq olar. Yüngül sanayi dediyimiz bir sahənin hansısa bir məhsulunu, bir ayaqqabı, bir nə bilim, evdə geyilən müxtəlif geyimlər, nə bilim, corab istehsal etmək olar. O şeylər ki, biz bugün, təbii ki, bunun rəqəmləri də var, biz ixal edirik, buna valyuta xərcləyirik. Bax, nədən biz bunları edə bilmirik? Axı, indi deyək ki, rayonlarla bağlı bir ayrı problemimiz var, o haqda danışacağıq. Nədən rayonlarda bu baş verir? O bir ayrı problemdir. Bax, Bakı şəhərinin özündə. Nədən? Bax, mən özümə həmişə sual verirəm, açığı istəyirəm ki, bu ətrafda bir diskussiya edək. Bax, insanlar nədən ancaq ticarətlə məşğul olmağa meyillidirlər, nəinki hər hansı bir istehsalatı qurmağa, hər hansı bir istehsalatı yaratmağa. Bazarlarda bilirsiniz də vəziyyət necədir. O ondan alıb o birisinə satır, o ondan alıb bu birisinə satır. Kimsə orada bir 5 manat pul qazanmaq yolu ilə belə deyək. Yalançı əlavə dəyər yaradır. Yalançı əlavə dəyər yaradır. Ay solum. Yəni bax, bunun müqabilində, bunun əvəzində biz nədən bax, o kiçik istehsal nədir? 2 dənə dəzgahı Çindən sifariş edirsən, gətirirsən. Məsələn, deyək ki, şərti deyirəm də, bu əmtəni istehsal edirsən, çıxardırsan bazara, bu əmtəyə bazarda tələbat var. Bu satılacaq və sənə o yalançı dəyər yaratmaqla etdiyin ticarətdən daha çox gəlir gətirəcək. Biz bunu nədən getmirik? Niyə bizim insanlar buna getmirik? Məncə bunun çoxdur səbəbləri açıq. Bir deyil, hətta heç bəlkə də 5 deyil. Amma indi yəni düşündüyüm səbəblər haqqında öz fikirlərimi söyləyim. Siz də yəqin qiymətləndirərsiniz bunu. Bizdə istehsal ağırsa, ümumiyyətlə istehsal ağırdır da, yəni öz-özlüyündə ağırsa. Təbii, çalışmaq lazımdır orada. Və istehsal sərfəli olmur Azərbaycan reallığında. Birincisi, Çinlə rəqabət çox çətindir, istənilən qiymətdə ən azından. Əvvəllər heç olmasa Çinin üzərində bir ləkə var idi ki, Çin malı keyfiyyətsiz olur. İndi elə eləyiblər ki, yavaş-yavaş bu keyfiyyət məsələsində üstələməyə başladılar. Yavaş-yavaş da olsa, addım-addım ki, birincisi bu məsələdir. İkincisi, bizdə istehsala münasibət necədir? Siz istehsal açmaq istəsəniz, sizə dövlət elektrik enerjisini ucuz satacaqmı? Əksinə də 2 qat bahadır. 2 qat bahadır vətəndaş. Bəli, 2 qat bahadır. Niyə? Çin o yolla getdi əslində. Şəraiti yaratdı. Elektrik enerjisini ucuz elədi. Ucuz işçi qüvvəsi, elektrik enerjisi, təbii qaz, su, kommunikasiyaların təminatı. İndi gəlin bir balaca sex deyirsiniz. Çox doğru da vurğuluyursunuz. Tutalım o sexin hazırlanması üçün. Bizdə nə qədər aşırı tənzimləmə mexanizmləri qəbul olundu. Buna texniki şərt al. Ged oradan icazə al. Buna qoşul. Bunun bir normal rüsumu var. Bir başqa rüsumu var. Azərbaycan sayağı rüsumu var. Reallıqlar. Bunların hamısını iş adamı da oturur fikirləşir də. Fikirləşir ki, qardaş, mən hələ aldım, satdım. Bu daha belə deyək də realdır. Nəinki mən canımı qoyum, istehsal eləyim. Sonra da günün birində bu istehsalda batmaq da var, istehsalda uduzmaq da var, istehsalda. Amma belədir ki, maldır da gətirdin, satdın. 5 manat da ucuzun olsa satacaqsan. Biraz cüzi ziyan da eləyə bilərsən, amma daha çox xeyir qarşılayacaqsan. Kommersiya maraq buradandır. İkinci məsələ, bizdə uzun müddətli və çox aşağı faizli kredit institutu yoxdur. Yoxdur. İstehsal bunu istəyir əslində. İstehsal deyir ki, mənə bir 7-8 il ölümü görməyə imkan verir. Çünki elə istehsal elədi ki, sən 2 il, 3 il ümumiyyətlə gəlir götürmürsən də, bu normaldır. Amma sən gedirsiniz bankdan kredit götürür ki, istehsala başlayacaq. Biznesin kredit əlçatanlığı məsələsində biz bu barədə sizinlə çox danışmışıq. Ən azı 13-14 faizə verəcəklər. Ən yaxşı halda hələ. Bu orta rentabillik nə qədər olur istehsalatda? 8, 10, ən yaxşı halda 12 faiz olsun. Fikirləşir ki, 3 il, özü 3 ildən, 4 ildən artıq da vermirlər. Ortalama elə 3 illik. İstehsalatda 7 il, 8 il. Yəni bu götürəcək, fikirləşəcək ki, yaxşı mən götürdüm. 3 il mən qazanc götürməyəcəm. Hələ 14-15 faizdə illik mən faiz ödəməliyim. Yəni bu istehsalçını soyudur. Məsələdən soyudur. Digər bir məsələ nədən ibarətdir də? Bizdə bilirsiniz, istehsal sahələrində kooperasiya çox vacibdir də. Siz
nəyisə hardansa almalısınız. Hissələr. Yəni ola bilməz ki, bu rentabil də deyil, dünya çoxdan bu yoldan imtina edir Bəli. ki, sən hər şeyi özün istehsal eləməyin doğru Mümkün deyil. deyil, Mümkün də deyil, doğru da deyil. Bəli. Yəni, bu kooperasiya mütləq olmalıdır. Bunun üçün də zəncir olmalıdır da. Siz yəni istehsal zənciri O yaranmalıdır da, yəni Əlbəttə. ölkə daxilində Məsələn, yaranmalıdır. Türkiyə misalını çəksək, 80-ci illərdə Türkiyədə avtomobil zavodları açılanda çox böyük diskussiya yaranmışdı o vaxt ki, nə olsun, gətiririk avtomobilin motorunu, Yığırıq. hər şeyini burada vintaçanla bağladıq, satdıq. Və çox ciddi şəkildə bunun diskussiyası gedirdi. Bursa bilirsiniz ki, bu avtomobil Bəli. mərkəzlərindən biridir də Türkiyədə. Bəli. İndi təqribən 40%-ə yaxınlaşıb ki, 40%. Böyük rəqəm. Özləri təmin edilir. Özləri istehsal eləyirlər. Yəni ehtiyat hissələrini istehsal eləyirlər. Bir müddətdən sonra o rəqəm biraz da artacaq. Əlbəttə indi Bazardır hədəf bu. də qoyublar 2030-cu ilə qədər 60%-ə çıxartmalıdırlar. Bu çox ciddi rəqəmlərdir. Yəni bu yol bir gün keçiləsi yol deyil. Əlbəttə, 5 gün 80-ci keçiləsi yol illərdən deyil. başlanır. Baxın, yəni bu uzun müddətli bir yoldur. Biz buna getməliyik. Bunun təməlini qoymalıyıq, buna başlamalıyıq. Mən sizlə Bir problemi də deyim icazənizlə, Buyurun. sonra siz fikrinizi söyləyin. Bir də bu istehsal belə bir sahədir ki, orada tək daxili bazarı düşünməməlisən. bəli, ixracı düşünməliyik. İxracı düşünməlisən. Bizim bu iş adamlarının da yəni brendləşmə məsələsi, ixrac məsələsində çox çətin kəşməkeşli yolları görüblər öz həyatları boyu. Bax, başlarını o işlərə qoşmaq istəmirlər. Məsələn, bizdə oldu da xatırlayırsınız, dövlət proqramı qəbulu şərabçılığın istehsalı ilə bağlı, artırılması ilə, inkişafı ilə bağlı. Hanı? Siz niyə? Mən o vaxtda görüşmüşdüm o istehsalçılarla da, bəzi dövlət məmurları ilə də, hökumət məmurları da daha doğrusu. Onlara deyirdim ki, siz şərabın birinci hekayəsini satın. Hələ istehsala başlamamış ha. Bir 2 il Azərbaycanda şərab var. Çünki siz şərab çox belə həddindən artıq rəqabətli bir sahədir dünyada. Elə bir bazardır ki, orada rəqabət çox böyük rəqabət var. Avropalılar da çox qısqanc yanaşırlar başqa oyunçuların ora girməsinə. Bəli. Çilini uzun illərdir buraxmırdılar. İndi də hələ müəyyən rüsumlar qoymurlar. Çili daha çox keçdi Çin bazarına. İndi Çin bazarının 30%-ni tək elə Çili verir də. Bu böyük rəqəmdir, fantastik rəqəmdir. Söhbət təqribən səhv eləmirəmsə ildə 14 milyard şüşədən gedir. 14 milyard şüşə satılır. Yəni görün, təsəvvür edin. Yəni bu böyük rəqəmlər. Bax biz hər şeyi belə başladıq. Dövlət proqramı qəbul olundu, vəsait ayrıldı, həmən də zavodlar tikildi. Bunun satışı, ixracatı düşünülmədi öncədən. Bunun hekayəsi qurulmalıdır. Siz hansı hekayə ilə çıxacaqsınız o bazara? Dünya bazarına. Dünya bazarında hekayən olmasa sən şərab sata bilməzsən. Bəli. Deyəcəklər müsəlman ölkəsi, Azərbaycan şərab, yəni niyə mən səndən alım? Uyğun gəlmir. Uyğun gəlmir. Çili 30 il, düz 30 il, bilirsiniz hansı hekayəni satdı əvvəl? Yaxşı şərabın istehsalı üçün nə lazımdır? Yamac, okean suyu, yəni havası, daha doğrusu dəniz və yaxud da okean havası. Dedilər 4000 kilometrlikdə bizdə Ant dağlarıdır, bir də okeandır, başqa heç nəyimiz yoxdur. Bax, o təbiət xüsusiyyətlərini hekayəyə çevirib, nə bilim, yüzlərlə reklam çəkdilər, yüzlərlə konferans təşkil elədilər, turlar təşkil elədilər. İnandırdılar və tutdu. Cənubi Afrika Respublikası eyni yolla getdi. Yəni siz Fransa ilə, İtaliya ilə, İspaniya ilə, Kaliforniya ilə Amerikada siz rəqabət aparmalısınız. Bu çox ağır bazardır. Bizdə də nə edədilər? Şərabçılıq. Eyvallah, başlayaq. Başladılar, alınmadı. Bax, indi getdikcə azalır. Baxın rəqəmlərə, siz də yəqin fikir vermişsiniz. Azalma gedir. Bax, bizdə hər sahədə belədir. İndi kooperasiyanı nəyə görə vurğuladım? Siz düzgün o yüngül sənayeni vurğuladınız. Yüngül sənaye daha rahatdır da. Yəni bu iPhone istehsalı deyil, nə bilim, kosmosa uçmaq deyil də. Yəni bunu eləmək olar. Amma burada da kooperasiya lazımdır da. Siz bir köynə istehsal edəndə siz bunun düyməsini də özünüz istehsal edə bilməzsiniz. Bunu tikən iynəni özünüz istehsal edə bilməzsiniz. Bunun rəqlənməsi var, bunun başqa sahələri var. O düymə dediyiniz bir ştrixdir da, yəni bir elementdir. O düymə dediyiniz hansısa bir Həsənin və yaxud da Əlinin 100 kvadrat metrdə qoyduğu 2 dənə dəzgahda hissəsi olacaq. Əlbəttə. Bu dəzgah, düymə oradadır. Elədir, mən Düymənin yeri budur. müasir istehsalda, avadanlıqlarda çox rahat kompüterdə 2 nəfəri lazımdır ona, çox da. Xam mal lazımdır, kompüterdə ölçülərini verirsən, rəngini verirsən, özü hər şeyi həll edir. Bax, bu kooperasiya yoxdur bizdə. Yəni, bilirsiniz, Natiq bəy, bu gerçəkdən danışaq da, bu qısa bir yol deyil. Əlbəttə, əlbəttə. Amma biz bu yola başlamalıyıq, bu yolu getməliyik.